strateji nöqteyi nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarması bizə növbəti strateji üstünlüklər verir. Çünki Füzuli istiqamətində yerləşən bizim hərbi qüvvələrimiz bu günlər ərzində orada döyüşlər aparır. Və indi təbii ki, bu sir deyil. Biz Füzuliyə hansı tərəfdən girə bildik? Hansı böyük hərbi peşəkarlıq və rəşadət nəticəsində biz Füzulini işğalçılardan azad edə bildik. Füzuli şəhərini biz işğalçılardan azad edə bilmişik. Düşmən öz silahlarını yerə qoyub qaçmışdı son mərhələdə. Bugün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək.